Azərbaycanda ilk dəfə balıq festivalı keçirildi. Ölkədə ilk belə festivaldır və Neftçala rayonunda baş tutdu. Festival Neftçala rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirildi. İndi isə gəlin görək festivalda nələr var idi və festival necə keçdi. İlk məni maraqlandıran hissədən başlamaq istəyirəm. Balıqdan hazırlanmış növbənöv yeməklər var idi. Burada təkcə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının yox, yerli əhalinin və peşə məktəbi nümayəndələrinin də əl işləri var idi. Hər biri çox dadlı görünürdü. Həmçinin kiloqramı 2 manatdan başlayaraq növbənöv balıqların satışı mümkün idi. Festival ümumiyyətlə çox gözəl keçdi və hər şey çox yaxşı təşkil olunmuşdu. Biz təkcə burada əylənmədik, həm də çox maraqlı məlumatlar əldə etdik. Neftçala əhalisi çox cana yaxındır. Həqiqətən buranın insanlarını çox sevdim. Hətta bir neçə izləyicimlə də şəkil çəkdirdim. Ümid edirəm belə festivallar ölkəmizdə çox olsun.